Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Edin gəl, keçək içəri. Mən məlumat verim sizlərə. Görünür oradan, gör nə qəşəng dəniz görüntüsü var buranın. Panoramaya bax. Gəl. Əziz və dəyərli izləyicilərimiz, əziz Elmir Əmlak kanalının, YouTube kanalının izləyiciləri. Biz hal-hazırda Batandartdayıq. Batandardın 3-cü massivi. Badamdarın 3-cü massivi, Badamdarda yox. Səbail rayon Badamdar qəsəbəsi şəhərin ən yaxın ərazilərindən biridir ki, bura, hansı ki, burada ancaq həyət evləri, villalar yerləşir. Hava o qədər soyuqdur ki, həmişə öyrəşmişik Elvinlə Mərdəkanda, Şüvalanda, yumuşaq havaya. Bura dənizdən nə qədər hündür olduğu üçün çox soyuqdur. Biz hal-hazırda burada 3-cü massivdə Yaşıl küçə adlanan bir küçədir, asfalt küçədir, qəşəng, gözəl bir küçədir. Dənizə də gözəl bir panoraması var. 3 sotun içərisində sizə 270 kvadrat gözəl təmirə malik olan bir ev təqdim edəcəm. Qiyməti isə start olaraq 460 min manatdır. Batandard üçün, ərazi üçün gözəl bir qiymətdir. Əlbəttə ki, endirim olunacaq. Sənədlidir, qupçalıdır, çıxarışlıdır. Balaca olduğu üçün burada, bu ərazidə demək olar ki, torpaqlar balaca olur, evlər böyük olur, hovuzu az olur, hovuzsuz evlər olur çox vaxtı. Bu evi təqdim eləməyimizin səbəbi odur ki, biz yavaş-yavaş gəlirik Batandarda. Bu sezondan istifadə eləyərək bizim Batandardda Elçin var, hansı ki bizim əməkdaşımızdır. Elçin hər zaman buradadır, gecə də olsa, gündüz də olsa burada yaşayır. Buradakı evləri biz təqdim edib sizlərə göstərəcəyik. Əvvəllər tez-tez təqdimat edirdik Batandarddan. İndi düşündüm ki, burada da yaxşı variantlar var, burada da evlər var, burada tələbat var müştərilərimiz arasından. Burada da olan evləri çəkim sizlərə təqdim edeyim. Mən hal-hazırda yenə deyirəm, həyətdəyəm. Həyətdə manqal inşa olunmayıb, bir dənə barbekü aparatı bura düzəlib qoyulub. Sonra həyətin özünün arxa hissədə, gəl bir də Elvin buradan göstərək, sonra keçəcəm evin içərisinə. Ev yerdən 4 daş üstündə kürsülü inşa olunub, 270 kvadrat, 2 mərtəbə, 4 otaqlı, 3 sanitar qovşağı olan gözəl bir ev. Evin arxa hissəsidir. Evin arxa hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və evin texniki otağı yerləşir. Dəyərli izləyicilərimiz, bu ərazilərə bilirsiniz ki, kanalizasiya xətti çəkilib. Dəqiq bilmədim, soruşmadım, yalancı olarak bu ev kanalizasiya xəttinə qoşulub, qoşulmayıb. Amma gələcək çəkilişlərimizdə Batandardda kanalizasiya haqqında da məlumat verəcəm sizə. Evin qazı, suyu, işığı, telefonu, internet xətti hamısı daimidir. Biz indi hal-hazırda evin ümumi giriş hissəsindən evin içərisinə daxil olacaq. Buyurun keçək 1-ci mərtəbəyə. Maşallah, evin içərisinə girən kimi adamın bədəni qızır. Evin ümumi giriş hissəsidir. Giriş qapıdan keçən kimi düz üzbəüz bizim burada dolablar yığılıb, qardırob kimi pal-paltar asmaq üçün. Burada da pəncərəsi var, jalüzdür. Oturub ayaqqabı giyinmək üçün yerdir, dəhlizdir. Dəhlizdən keçən kimi sağ tərəfdə birinci yataq, üzr istəyirəm, birinci burada yerləşən mətbəx otağıdır. Mən baxdım tikilişə, təmirə, sağ olsunlar. Yəni keyfiyyətli iş görülüb. Çünki elektrik cihazlarından belə baxıram, xəttlərə baxmışam, bütün hər şeyi qabaqcadan bir analiz elədim. Maşallah, xeyirli olsun, yaxşı evdir. Mətbəx mebeli yığılıb, mətbəxin qarşısındakı burada verandadır, ümumi giriş hissədir. Qaz sobasıdır, su hövzəsidir, hər bir şey qoyulub, qoşulub. Mətbəxlə üzbəüzü isə qonaq otağı yerləşir. Qonaq otağı da olar hardasa 40 kvadrat. Qiymət yenə deyirəm, bura üçün çox qəşəngdir. Bir dənə də onu da məlumat verim sizə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. O isti döşəmədən əlavə olaraq, burada görürsünüz, balaca yerlər qoyub, batareyalar qoymaq üçün. Əgər kiməsə uyğun olmasa isti döşəmə, batareyaları qoşa bilər. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. İlk öncə keçirik burada əl-üzü yuyan. Burada isə, bu tərəfdə isə hamam, ayaq yolusu, unitazı yerləşir. Duş kabinası da bunun içərisində.
Dəhlizin tam son hissəsində isə burada pilləkən qəfəsi var. Pilləkən qəfəsi ilə də biz indi qalxacaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxırıq, dəyərli izləyicilərimiz. Ev monolit betonla qoşa daş inşa olunub. Qoşa daş deyəndə, mən qoşa daş heç vaxt deməmişəm. Prosta elə müştərilərimiz var, diyorsan gəlib deyirlər ki, görəsən bu evlər Mərdəkanda da, Şuvalanda da, harda oldu da təqdimat elədiyim evləri soruşurlar. Mən hələ indiyə qədər tək daşla, bir kərpiclə tikilən evlər təqdimat eləməmişəm. Yadıma salmaqım eləməmişəm. Yəni elə bir şey yoxdur. Şükür Allah, hamısı keyfiyyətli, gözəl bir evlərdir. Monolit betonla, kolonlarla inşa olunmuş evlərdir. Bu evin indi biz hal-hazırda ikinci mərtəbəsindəyik. İkinci mərtəbədən qalxan kimi pilləkən qəfəsi düz dəhlizdir. Burada ümumi sanitar qovşağıdır, yataq otağıdır. Yataq otağının daxilində sanitar qovşağı var. 2 dənə də yataq otağı burada var. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Bu isə tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Yeni tikilidir, sıfırdır, yaşayış olmayıb. Birinci yataq otağı, geniş böyük bir vay. Birbaşa eyvana çıxış, eyvandan da birbaşa dənizə görüntü. Biz hal-hazırda, yenə Mərdəkan deyirəm, Badamdarın 3-cü massivində hündür bir ərazidəyik. Burada yataq otağının daxilində sanitar qovşağı, unitazı, duş kabinası, duşu və burada əl üzyuyanı. İstilik sistemi bataryalardan təchiz olunur. Yox, yaxşıdır, böyüdür yataq otaqları. Bu da ikinci yataq otağı. Bu da üçüncü yataq otağı. Vay. Bu yataq otağının görüntüsü birbaşa dənizədir. Deyən mən açdım. Birbaşa işıq ola çıxır da, düzdür, görüntü birbaşa işıq oldu. Dəniz görüntüsüdür. Buranı da təqdim elədim, buranı da göstərim sizlərə. Həm o yataq otağından, həm də buradan birbaşa eyvana çıxış var. 329 nömrəli məktəbə də yaxındır, əziz izləyicilərimiz. Sizə təşəkkür edirəm, bizi izlədiyiniz üçün. Bizi yenə də Batandartda, Mərdəkanda, Şuvalanda ən gözəl bağları, ən gözəl evləri çəkib sizlərə təqdim edəcək. Təşəkkürlər, minnətdarım.